müəllimlər və abituriyentlər, videolarımız davam edir. Kanalıma abunə olmağı və bildirimləri açmağı unutmayın ki, növbəti videolardan da xəbəriniz olsun. Möhtəşəm 26, sınaq nömrə 2, sual nömrə 13 ilə davam eləyək. Deyir ki, bir ZT2 molekulunun kütləsi m qramdır. Normal şəraitdə V litr həcm tutan ZT2 qazının kütləsi aşağıdakı düsturlardan hansı ilə hesablana bilər? Onda yazırıq ki, özü verdiyi kimi bir molekulunun kütləsi əgər m qramdırsa, bəs baxa görə bu Na sayda molekul olanın kütləsi nə qədərdir? Yazıram x. Buradan x-i tapıram. Eləyir m vurulsun Na. Bu həmin ZT2 qazının Na sayda molekulunun kütləsi. Və biz bilirik ki, bunlar qazların 1 molu 22,4 litr həcm tutur. Kütləsi də bu qədərdir. Yazıram ki, m vurulsun Na kütləsi olan qazın həcmi əgər 22,4 litrdirsə, bizdən soruşur V litr həcm tutanın kütləsi nə qədər olar? Yazıram V litrə də kütləsini yazıram bir B ilə. Və bizdən bunu soruşur. Buradan B bərabərdir M vurulsun Na vurulsun V bölünsün 22,4. Burada hansı variantdadır? C variantında.